kütləvi bir qırğın törədilir, qarət törədilir. Bu haqda bunu inkar eləyə bilərlər, lakin mənbələr bunu təsdiq edir. Kimi mənbələr də belə deyək, tərəfsiz mənbələrdir, hətta Səfəvi mənbələrdir. Məsələn, Qazı Əhməd Qəffarinin Tarixi Cəhanlara adlı bir əsəri var burada. Səfəvi tarixçisidir. Bəli, Şiə tarixçisidir. Yəhya Qəzvini yenə onun kimi Səfəvilər dövrü salnaməçisidir. Yəhya Qəzvini də Lübb-ü Tavarix adlı əsərində bu haqda məlumat var. İtalyan səyyah var. Giovanni Maria Angelello deyə. Bu türkçə çox mükəmməl şəkildə bilən, uzun müddət Osmanlı dövlətində yaşayıb, səfir olaraq, Venesiyalıların səfiri olaraq səyahət edib. Həm Osmanlı ölkəsinə, həm Azərbaycana. Həmin bu hadisələr baş verəndə bunun canlı şahidi olub. Azərbaycanda idi, bu Təbrizdə idi. Onun səyahət qeydlərində var ki, kütləvi şəkildə 20 mindən çox insanı öldürdü deyə İsmail Səfəvi Təbriz və ətrafında və hətta Bayandurlu soyundan heç kim sağ qoymadı. Bunu qeyd eləyir və hətta buna etiraz edən anası Aləmşah Həlimə xatunu da edam elətdirir. Və hətta Giovanni Maria Angelello belə yazır, məşhur bir Roma imperatoru var, Neron. Romanı yandıran, onu Neronla müqayisə edir. Deyir ki, Nerondan sonra belə dəhşəti törədən güman ki, olmamışdır deyə. Və sadəcə Təbrizlə kifayətlənmir İsmail. Bütün İranı, Azərbaycanın digər şəhərlərini, İranı ələ keçirməyə başlayır. İranın şəhərlərində, məsələn, Həmədan, İsfahan, Rüstəmdar, Yəzd, Kirman, Şiraz kütləvi şəkildə sünni əhali qılıcdan keçirilir burada, öldürülürlər. Qaça bilən qaçır, qaça bilməyən öldürülür. Xüsusən də din xadimləri, sünni din xadimləri öldürülürlər. Çoxu qaçır, bəziləri Şeybani xanın yanına qaçırlar, Özbək xanıdır. Bəziləri Osmanlı ölkəsinə qaçırlar, sağ qala bilmək üçün. Məsələn, 1540-cı ildə vəfat etmiş bir Azərbaycanlı alim var. Mövlana Hüseyin Şirvani adlı. Onun Osmanlı Sultanı 1-ci Süleymana, Qanuni 1-ci Süleymana yaxın bir adam olduğu bilinir. Çünki əsərlərini ona itaat edir. Əhkam-ı Diniyə adlı, Hənəfi fəqihidir. Əhkam-ı Diniyə adlı bir əsərini, məsələn, 1-ci Qanuni Sultan Süleymana ithaf etmişdir. Bir başqa əsər isə belə adlanır, Seyfül Qati fi Bəyan-ı Əqidətur Rafizi deyə bir əsər var. Bu əsərdə 1-ci Süleymana nəyə görə Səfəvlərə qarşı mübarizə aparılmalıdır deyə bunu dini hökmlərlə, yəni Quran-ı Kərim və hədislərə əsaslanaraq izah eləyir və Azərbaycan tarixi baxımından Mövlana Hüseyin Şirvaninin bu əsəri nəyə görə mühümdür? Şəxsən özünün tanıdığı alimlərin adlarını verir. Bu alimlər, Azərbaycanlı sünni alimlər İsmail tərəfindən öldürülmüşdür. Üstəlik sadəcə özü də yox, oğlan uşaqlar da öldürülmüş. Adamın nəslini kəsib yəni. Ad-bad verilir yəni. Bunlar hər hansı bir məchul insanlar deyil.